Ay Məhərrəmiyə bir dənə pinpointer yollamışam. Dəstgah işlətməyi başarmır. Qardaşım, bunun dalında düymə var. Bunu ki roşan eləysən. Bir 4-5 saniyə səbr elə ki, bunun səsi gələcək bax. Gördün bu səs gələndən sonra sən bunun həssasiyyətini çoxaldacaqsan, ya saxlayacaqsan, ondan balansı vuracaqsan, işləyəcək. Elə sən, elə fori dəstgah roşan eləməmiş, qaçsan torpağın üstünə. Vurursan, o işləməz, o balans olmaz. Bir də torpağın üstündə balans eləmə. Havada balans eləcinən, ondan sonra sən dəstgahı vurcunan. Götündə sümük qalmıyor ki, biraz səbr elə də. Alən bax, qapını vurur, baba. Bax, görsən, metr yarımdan da vurur. Gördün? Ya məsələn, bax, dəmirzadı vurur, bax. Görsən, yaxınlaşdırsan, səsi fərq eləyir, bax. Bax. Gələn, bax. Hər kəs istəyir, bu dəstgahı istəyir, pinpointeri komment eləsin, ya pinosət komment eləcinən, mən listə qiyməti yollayayım mən sənə. Təxviyə videoda qoymuşam, ta cümləyəcən. Hər kəs istəyir, mən təxviyə video qoyacam, özdə 5 nəfər, da izafə yox. 3 milyonda təxviyə video qoymuşam, dadaş, ta cümləyəcən. Cümləyədən sonra deməyinə, niyə Rıza mən istəyirəm təxviyə video qoy? Yox, olmaz. İstəyirsən, əlan istəginə mən xidmətində üçün bu həftə çox satmışam deyə istəyirəm 4-5 nəfərə qəşəng bir hal verəm, istifadə eləsinlər. Ersal da varımızdır, həzinəsini varzilən yollayım gəlsin. Hətta mən pinosəti komment elə, pecimi follow elə, mən qiymətini yollayım təxviyə video ilə. Yaşasın.